Hər kəsə salam. Bugünkü test izahım DİM 6-cı sinif ingilis dilindən səhifə 21-də olan variant A-nın Delicious Diversity hissəsinin izahı olacaq. Bilirik ki, birinci hissə dinləmə hissəsidir və hər dərs deyirəm, dinləməni səhvsiz etmək istəyiriksə, əvvəlcə suallardan tanış olmalıyıq, daha sonra dinləmə etməliyik. Sual 1-dən başlayıram. What is the passage mainly about? Mətn nə haqqındadır? Yəni dinləmədə nədən bəhs edir? Food's role in our life. Yeməklərin həyatımızda olan rolu haqqında, yəni həyatımızda olan rolu nədir? Yeməklərin o haqqındadır. Ona görə birinci testdə düzgün cavab olur B variantı. 2-yə baxıram. Why do we need food? Bizim nəyə görə yeməyə ehtiyacımız var? Food sözü ərzaq, yemək, hər şey gedə bilər. Yəni meyvə, tərəvəz, yeməli olan hər şey food gedir. Cavab olacaq 2-də A variantı. Ona görə ki, biz yeməksiz həyatda sağ qala bilmərik. Survive sözü sağ qalmaq. Without sözü siz, süz şəkilçisidir. Yəni ikinci testdə, yəni yeməksiz, ərzaqsız biz həyatda sağ qala bilmərik. 2-də cavab olur A. Üçüncü testə baxıram. If you make a balanced diet, əgər siz balanslı diyet eləsəniz, görək nə olur? You will feel energetic, siz daha energetik hiss edəsiniz, bəli. You will feel strong teeth, siz güclü dişlər hiss edəcəksiniz. Sizin güclü dişləriniz olacaq. Diyetin dişə heç bir dəxlisi yoxdur. 3-ə baxıram. You will stay strong, siz güclü qalacaqsınız. Bəli, balanslı diyet eləmək normal qidalardan bəslənməkdir və güclü hiss edirsən bu zaman özünü. You will need little protein, sizin az proteinə ehtiyacınız var. Əksinə çox proteinə ehtiyac olur. Ona görə də düzgün cavablar olacaq 1 və 3. 4-dən davam edirəm. Doğrulara true, yanlışlara isə false seçirik. All the vitamins we need are in many foods. Bizim ehtiyacımız olan bütün vitaminlər çoxlu ərzaqların içindədir. Bəli, düzgündür. 4-1-də cavab olur A. 4-2. Meat, fish and eggs are rich in calcium. Deyir, ət, balıq və yumurta kalsiumdan zəngindir. Xeyr, dinləmədə deyir ki, ət, balıq və yumurta proteinlə zəngindir. Kalsiumdan zəngin olan süd məhsulları olur. Ona görə 4-2 oldu, false, yanlış. 4-3-ə baxıram. Children mustn't eat more dairy products. 3-də deyir ki, uşaqlar süd məhsulları çox yeməməlidirlər. Yanlışdır. Əksinə uşaqlar üçün süd məhsulları çox vacibdir ki, onların dişləri yaxşı sağlam olsun, sümükləri güclü olsun. Çünki uşaqlar inkişaf dönəmlərində olurlar. Ona görə 4-3 yanlışdır. 4-4-ə baxıram. Different food group help us different ways. Müxtəlif ərzaq qrupları müxtəlif yollarla bizə kömək edir. Bəli, hərəsinin öz özəlliyi var. Biri sümük üçün yaxşıdır, biri inkişaf üçün yaxşıdır, biri diş üçün yaxşıdır, biri protein üçün yaxşıdır, biri məsələn boy uzatmaq üçün yaxşıdır və s. Ona görə cavablar oldu belə: 1B, 2A, 3D, 4-1A, 4-2B, 4-3B və 4-4B. Növbəti testdən davam edirəm, 5-ci testdən. Burada balaca mətnlərdir, biz oxuyuruq, tərcümə edirik və cavablar tapırıq. Hi, I am the director of Teen Club. Salam, mən deməli Teenager Club'ın direktoruyam. I am 26, mən 26 yaşındayım. I like working with teenagers. Mən yeniyetmələrlə işləməyi xoşlayıram. Teenager sözü yeniyetmə. They are fun, but they are also shy. Onlar əyləncəlidirlər, amma həmçinin onlar utancaqdılar. I love them. Mən onları sevirəm. Paul Chan. Yəni bu sözləri deyən Paul Chan'dır. Deməli 5-də cavab nə olacaq? B variantı. Paul Chan is the head of the group. Paul Chan qrupun başçısıdır. Bəli. Digər variantlarda fərqli cavablar veriblər. Məsələn, A variantında yazıblar ki, Paul Chan utancaqdır. Xeyr, burada deyir ki, teenagerlər utancaqdır. Yəni yeniyetmələr utancaqdır. Paulun utancaqlığından bəhs eləmir. Ona görə də variantları tərcümə edirik. Düzgün tərcümə bacarmalıyıq ki, düzgün cavabı da seçə bilək. 5-ci testdə düzgün cavab eləyəcək B variantı. 6-ya baxıram. Hi Sandra. Salam Sandra. Angelina is a Hollywood actress. Angelina Hollywood aktrisidir. She lives in California. O Kaliforniyada yaşayır. She does a lot of works. O çoxlu işlər edir. Çoxlu iş edir. Angelina travels around the world to help poor people. Angelina dünya ətrafında səyahət edir, kasıb insanlara kömək etmək üçün. I want to be a charitable person too. Charitable sözü xeyriyyəçi. Mən də xeyriyyəçi insan olmaq istəyirəm həmçinin. Bunu da deyən Doradır. Deməli, Dora Sandraya deyir Angelina haqqında.
6 da cavab olacaq D variantı. 7-dən davam edirəm. At the happy village in Taiwan, children arrive at the end of their normal school day to spend time speaking English and having fun. Deməli, Happy Village var, hansı ki Tayvanda yerləşir və adı Taoyuandır. Burada uşaqlar günün sonunda, yəni evə gəlirlər və normal məktəb günündə onlar öz vaxtlarını ingilis dilində danışıq üçün keçirirlər və əylənmək üçün keçirirlər. Yəni Tayvanda olan bir kənddir, adı da Taoyuandır və uşaqlar hər gün, demək olar ki, məktəb günü, yəni hər məktəb günündə belə deyək, 1-ci, 5-ci gün İngilis dilində speaking eləyirlər və əyləncəli vaxt keçirirlər. The village has a shop, restaurant, airport, cookery room and dance studio. Kənddə mağazalar, restoranlar, aeroport, yemək pişirmə yerləri və rəqs studiyaları var. Children work with foreign teachers. Uşaqlar xarici müəllimlərlə işləyirlər. Düzgün cavabı seçin. Düzgün cavab olacaq A variantı. Tayvanda xoşbəxt bir kənd var. Bəli, 7-də cavab olacaq A. Digərdə deməli mətndir. Mətn oxuyub tərcümə edirik və düzgün cavabları seçirik. İndiyə qədər dilimin içində oxuduğum mənə ən maraqlı gələn mətn bu mətn idi. Çünki bu mətndə bilmədiyim bir şeydən bəhs edirdi ki, hansısa ki Taylandda bir yer var, orada kanallar çoxdur və insanlar kanalları, yəni burada nəqliyyat vasitəsi kimi istifadə edir. Çox maraqlı gəldi mənə, araşdırdım. Həqiqətən də elə bir yer var və çox maraqlıdır. İndiyə qədər oxuduğumuz mətnlərin içərisində dediyim kimi ən maraqlısı mənə bu gəldi. Ona görə də yaxşı oxuyub tərcümə etməyə bacarmalıyıq. Səhifə 23-dən davam edirəm. 8-ci testdən davam edirəm. Choose the true, düzgün variantı seçək. Deməli, düzgün variant. There are no streets or channel in Thailand. Taylandda küçələr və yaxud kanallar yoxdur. Əksinə, mətn başlayan kimi deyir ki, kanallar var. Ona görə bir səhvdir. 2. The women sell fruits and vegetables. Qadınlar meyvə və tərəvəzlər satırlar. Bəli, 2 düzdür. 3. You can see many boats along the river. Çayın içində çoxlu qayıqlar görə bilərsiniz. Bəli. Çünki orada deyir kanallar var və insanlar kanallardan hərəkət edirlər. 4. The boats are very big and are sailing fast. Qayıqlar çox böyükdür və sürətlə hərəkət edirlər. Mətndə isə tam əksini deyir ki, qayıqlar balaca qayıqlardır və yavaş hərəkət edirlər. Ona görə düzgün cavab olacaq 8-də D variantı 2, 3. 9-dan davam edirəm. Mətn nə haqqındadır? Mətn Taylandda olan məşhur bir yer haqqındadır. Ona görə də 9-da cavab olacaq C variantı. 10-cuya baxıram. 10-cuda bizdə false, yanlış fikri istəyir. What is a floating market? Floating market nə deməkdir? Float sözü sürüşmək deməkdir, üzmək deməkdir. Yəni üzən market nə deməkdir? Üzən market o deməkdir ki, deməli bayaq da mətn içində oxuduq ki, kanallar var, çaylar var. Onun üstündə insanlar qayıqdan üzürlər və içərisində ərzaqlarını, hər öz ərzaqını satır. İndi bizdə yanlışı istəyir. Gəlin baxaq, yanlış nədir? Deməli, bütün variantlar mətnin içində var. Amma D variantı deyir, it is a market where you can cook something for you. Deyir, bu marketdir, harada ki, sən özün üçün pişirə bilərsən. Əksinə isə burada deyir ki, bu marketdə sən bişirirsən və başqalarına satırsan. Yəni, özün üçün bişirmək üçün deyil. Məsələn, peçeniya bişirsən, peçeniya satırsan qayağın üstündə. Nə bişirsən onu. Ona görə 10-cu sualda yanlış variantı, mən D variantı seçmişəm. 11-ci testdən davam edirəm. Women sell their products on the boats because. Deyir, qadınlar öz produktlarını satırlar qayıqların üstündə. Çünki deməli, Taylandda kanallardan küçə kimi istifadə edirlər və is it a seller to sell their crops on boat? Bəli, onlar üçün qayıqlarda satmaq daha rahatdır. 11-də cavab olacaq 1 və 3. Məsələn, 2-də yazıb ki, insanlar mağazaya shopping eləməyə getməyə xoşlamırlar. Səhvdir. Mətndə ümumiyyətlə insanların mağaza shoppingindən danışmır, qayıqda nəsə satmaqdan danışır və kanallar daha çox olduğu üçün insanlar kanallardan gedir də, yəni başqa shoppinglərdən danışmır. Ona görə 2 səhvdir. 4-ü deyir ki, Taylandda çoxlu mağazalar var yollarda. Bu da səhvdir, çünki Tayland sulu olan yerdir deyə yollarda, küçələrdə çox mağaza olmur. Əksinə suda daha çox mağaza olur. Ona görə 11-də cavab A variantı olacaq. 12-yə baxıram. Doğruları seçək. People can't find everything they want a floating market. İnsanlar hər şey tapa bilərlər üzən marketdə. Bəli, düzdür. Mətndə də bunu deyib ki, hamı hər şey satır, hər şey tapa bilərsən. İkinci hissədə yazıb after the market open. Mətndə isə deyir before the market open. Ona görə 2 səhvdir. 3-ə baxıram.
The woman can also prepare herself fresh food on boats. Bəli, qadınlar həmçinin hazırlaya bilərlər sağlıqlı və təzə yeməklər qayıqda. Bəli, 3-də düzdür. 4-də isə deyir ki, kanalın saat neçədə açılmağından bəhs edir və onu da yanlış verib. Ona görə 4-cüdə olacaq səhv, düzgün cavab olacaq 1 və 3. 13-cü testdən davam edək. Deməli, biz futbol fanıyıq və yaxud da ki, onlar futbol fanıdır. Bizim sevimli komandamız Qarabağdır və yaxud da ki, onun sevimli komandası Qarabağdır. Görürük ki, 13-cü testdə birinci tərəfdə ar verib. Biz bilirik ki, hidə, şidə, itdə ar olmur. Ona görə A və C variantlarını silirik. B variantında silirik, çünki A-dan M olur, ar olmur. Qaldı D və Y variantları. İkinci tərəfdə deyir ki, sevimli komandamız Qarabağdır. D variantında yazıb onlarınki sevimli komandası Qarabağdır. Heç deyə bilərik onlarınki sevimli komandası yox. Ona görə 13-də düzgün cavab eləyəcək Y. Oxuyub tərcümə edirəm. We are football fans. Biz futbol fanlarıyıq. Our favorite team is Qarabağ. Bizim sevimli komandamız Qarabağdır. 13-də cavab olacaq Y. 14-də baxıram. A large fruit garden. Geniş meyvə bağı. Deməli, evimizin qarşısında geniş meyvə bağı var. Bir bağdan söhbət getdiyi üçün cavab olacaq there is a large fruit garden in front of our home. 14-də cavab oldu A. 15-ə baxıram. Hansı cümlədəki yəylik hal var, onu axtarırıq. Biz demişdik, apostrof S-dən sonra mütləq şəkildə isim gəlməlidir. A variantında apostrof S-dən sonra got gəlib, deməli has gotun qısaldılmasıdır. C variantında apostrof S-dən sonra playing feil gəlib, deməli is playingdir, davam edici zamandır. D variantında apostrof S-dən sonra say gəlib, ten gəlib, deməli isdir, Jack is 10, Jack 10 yaşındadır deməkdir. Y variantında isə söz önü gəlib apostrof S-dən sonra, deməli bu da isin qısaldılmasıdır. Jack is at the English lesson, Jack ingilis dili dərsindədir. 15-də düzgün cavab olacaq B variantı, çünki apostrof S-dən sonra isim gəlib. Jack'in ailəsi Şotlandiyada yaşayır. 15-də düzgün cavab oldu B. 16-ya baxıram. Usually varsa biz bilirik ki, indiki sadə zamandır. They usually play volleyball after the lesson. Onlar adətən voleybol oynayırlar dərsdən sonra. 16-da cavab oldu B. 17-yə baxıram. Is your teacher in the classroom? Sənin müəllimən sinifdədir. No, she isn't. Xeyr, elə deyil. 1C. 2. Is English difficult? İngilis dili çətindir. İngilis dili fənnindən söhbət gedir. İngilis dili fənni nədir? Cansız. No, it isn't. 2A. Are you happy to see your friends? Sən dostlarını görməyinə xoşbəxtsən? Yes, I am. Bəli, eləyəm. 17-də cavab oldu D variantı. 18-də cümlə qururuq. We go to the cinema with our parents on Sundays. İngiliscə cümlə quruluşu belə olur. Mübtada, xəbər, tamamlıq və zərfli axırda. Mübtada nədir? We, biz. Xəbər nədir? Go, gedirik. We go. Hara? Tamamlıq gəlməlidir. To the cinema. Sinemaya. 4. Kimin ilə? Valideynlərimiz ilə. With our parents. Zaman zərfi də and sonda. On Sundays. On Sunday cümlənin ən başında da verə bilərdi. 18-ə cavab oldu B. 19-a baxıram. How often do you meet your friend? Dostun ilə nə qədər tezlikdə görüşürsən sən? A variantı once a day, gündə bir dəfə. B variantı now, indi. C variantı today, bugün. D variantı in the morning, səhər. Y variantı on Sunday, bazar gün. How often sözü nə qədər tezlikdə? Yəni, nə qədər tez-tez görüşürsən? Həftədə bir dəfəmi, 2 dəfəmi, 3 dəfəmi, gündə bir dəfəmi və s. How often-ın cavabı olacaq 19-da A. Once a day, gündə bir dəfə. 20-yə baxıram. Are talking about the party. Parti haqqında danışırlar. Baxın. Əgər orada are veribsə, deməli cəm isim yazmalıyıq. B variantında boy, oğlan təkdir. C variantında student təkdir. D variantında woman, qadın təkdir. Y variantında teacher tək isimdir. Cəm isim bici dinə eləyir A variantı. Children are talking about the party. Uşaqlar parti haqqında danışırlar. Əgər are yox, is olsaydı B, C, D, Y hamısı düz gələrdi. 20-də cavab elədi A variantı. 21-ci testdən davam edirəm. Düzgün cümləni seçirik. Sənin maman ingilis dili müəllimidir. Baxın, bir cümlədə feil yoxdursa, var bu cümlədə feil? Yox. Sənin maman ingilis dili müəllimi. Deməli, dudanda azdan cümlə qurmuruq. Çünki dudas feilin cümlə qurmasıdır. Ona görə B və Y variantı getdi. Sonra baxaq, izdənmi cümlə quraq, ardanmı cümlə quraq. Əgər söhbət səndən getsə,
ki, sən ingilis dili müəllimisən, onda belə olardı. Are you an English teacher? Amma burada baxın, söhbət səndən getmir. Söhbət sənin mamandan gedir. Mama nədir? She. She'nin xəbəri is olur, yoxsa are? Təbii ki, she'nin xəbəri is olur. Ona görə cümlə quruluşumuz belə olacaq. Is your mother an English teacher? Sənin maman ingilis dili müəllimidir. 21-də cavab oldu D. 22-yə baxıram. 22 tipli test. İndiyənə qədər 5-in dimin bütün testlərində işlədik. 6-nın da testlərində var. Yenə də deyirəm. Can modal feildir. Özündən sonra to gəlmir. Ona görə A və B variantlarını sildik. Daha sonra cümləyə baxıram. Cümlədə but var. But sözü amma ancaq deməkdir. Bir cümlədə but varsa, bir tərəf təsdiq, bir tərəf inkar və yaxud da ki, əksinə bir tərəf inkar, bir tərəf təsdiq məna verir. My brother can speak English, but my sister cannot. She is little. Mənim qardaşım ingiliscə danışmağı bacarır, amma mənim bacım bacarmır. O balacadır. 22-də cavab oldu D. 23-ə baxıram, antonimi seçək, altına xaç çəkilmiş sözün. Noisy sözü səs-küylü deməkdir. Quiet sözü sakit deməkdir. Noisy sözünün sinonimini istəsəydi, A variantını seçərdik. Loud sözü də hündür, uca səslə deməkdir. Quiet sözü əksinə deməkdir. Yəni, noisy səs-küylü, quiet sakit. Ona görə 23-də antonim istədiyinə görə 23-də cavab olacaqdır. 24-cü testdən davam edirəm. They are 5. Vardır 5 dənə nəsə çantamın içində. Əgər xəbər ardısa, deməli biz nə seçməliyik? Cəmisim. Baxıram 2 books cəmdir, 4 pens cəmdir. Cavab olacaq 2, 4. Əgər they are yox, there is yazsaydı, biz seçərdik ki, 1-i, 3-ü və 5-i. Deməli, are yazıb, 5 yazıb, vardır 5 dənə kitab və qələm sumkamda. Ona görə cavab olacaq 2 və 4. 25-ci testdən davam edirəm. Sinonim cütlərini seçirik. Seçək. Sinonimlər. 1. Nice qəşəng, pretty qəşəng, bəli. 2. Old köhnə, new yeni. Bunlar antonimdir, sinonim deyil. 3. Big böyük, small balaca. Bunlar da antonimdir. 4. False yanlış, wrong yanlış, bəli sinonimdir. 5. Large geniş, böyük, big böyük, bəli sinonimdir. Cavab olacaq 1, 4 və 5. 26-cı hissədə mətindir. Mətin qururuq. Gəlin baxaq mən necə qurmuşam. Siz ürəyiniz necə istəsə qura bilərsiniz. Every day I go to the green grocery with my mom. Hər gün mən mamamla göy satılan, green grocery sözü meyvə tərəvəz satılan dükan. Meyvə tərəvəz dükanına gedirəm. My mom and I buy a lot of fruit and vegetable because we make salad every day. Mənim mamam və mən çoxlu meyvə və tərəvəzlər alırıq, çünki biz salad düzəltməyə xoşlayırıq. We buy greens and fresh vegetables. We buy green and fresh vegetables. Biz yaşıl və töklər demişkən tazə, yəni təzə tərəvəzlər alırıq. I wash them by one by. Mən onları bir və bir yuyuram. Then I cut them and add some salt and olive oil. Sonra mən onları kəsirəm və onlara biraz duz və zeytun yağı əlavə edirəm. The salad is ready to eat. Salad yemək üçün hazırdır. It is very tasty. O, çox dadlıdır. Mən bu şəkildə yazmışam. Siz necə istəyirsiniz, o şəkildə yaza bilərsiniz. Bir şeyi də diqqətinizə yetirim, sonra sağollaşaq. Baxın, İngilis dilində qəbul imtahanında yüksək nəticə əldə etmək istəyirsinizsə, siz DİM-in testlərinə maksimum üstünlük verməlisiniz. DİM Dövlət İmtahan Mərkəzinin tərtib etdiyi testlərdir və bildiyiniz kimi mən imza elədim 2025, yəni ən son çıxan DİM-in testidir. Bu testlərdən istifadə etməklə biz həm dinləməyimizi artırırıq, həm mətn tərtib eləməklə ingilis dilinin yazımızı artırırıq. Mətn oxuyub tərcümə eləməklə readingimizi artırırıq və qrammatik qaydaları izah etməkdənsə biz qrammatikamızı inkişaf elətdiririk. Videolarıma baxın, testləri etdikdən sonra baxın. Açıb buradan yazmağın heç kimə heç bir faydası yoxdur. Bu videoları paylaşma səbəbim odur ki, insanlar testləri işləyəndən sonra dinləmələrimə, mənim videolarıma baxıb daha da əmin olsunlar yazdığı testlərdən və bilmədiyi testlər üzərində başa düşsünlər ki, hansı qrammatik qaydada deməli çətinlikləri var. Əgər hər hansı bir sualınız varsa, hər hansı bir fikriniz varsa, yorumlara yaza bilərsiniz. Nə isə başa düşməmisinizsə, yorumlarda qeyd edə bilərsiniz. Həmin hissəni yenidən çəkib paylaşmağa çalışarım. Videom sizin üçün faydalıdırsa, kanalıma abunə olmağı, like atmağı və başqalarla bölüşməyi unutmayın. Sağ olun, hələlik.